Əgər bədəninizdə bu simptomlardan biri varsa, mütləq həkimə müraciət edin. Məsələn, ayaq uyuşması və yaxud da iynə batırmış kimi hiss. Ola bilər də qan dövranım zəifdir. Yox, ola bilər ki, diabet və yaxud sinir zədələnməm var. Tez-tez baş gicəllənmələri. Ola bilər də təzyiqim aşağıdır. Yox, ola bilər ki, anemiyan, ürək xəstəliklərim və yaxud da sinir problemlərim var. Uzun müddət sağalmayan yaralar. Zamanla keçər də, yox, ola bilsin şəkər xəstəliyi və yaxud da bərbad vəziyyətdə olan immunitet sistemim var. Səbəbsiz kilo itkiləri. Əladır ki, arıqlayıram da, yox, ola bilsin xərsək xəstəliyim, şəkər xəstəliyim və ya tiroid problemlərim var. Səbəbsiz göyərmələr. Mən biraz pis yatıram, yəqin kravator filan deyirəm. Yox, ola bilsin kəskin vitamin çatışmazlığım, qan laxtalama problemlərim və yaxud da leykemiyam var. Daimi yorğunluq və səhərlər yuxudan oyana bilməmək. Mən onsuz da tənbələm, çox yatıram. Yox, ola bilsin qalxana bənzər vəzi xəstəliyim və yaxud da depressiyam var. Ovucun içində qızartılar. Əqəqə yaxşıdır da, pul gələcək. Yox, ola bilsin qaraciyər xəstəliklərim var. Daimi susuzluq və ağız quruluğu. Ola bilər də yaydır. Yox, ola bilər ki, böyrək xəstəliyim və ya şəkər xəstəliyim var. Ayaq barmaqlarının formasının dəyişməsi. Mənim babamda da elə idi. Yox, ola bilsin ürək problemlərin, ağciyər xəstəlikləri və ya xərsək xəstəliyim var. Gecələr dişləri qızamaq. Yəqin stressdəndir. Ola bilər, stressdən də ola bilər. Amma bağırsaq parazitlərinin də əlaməti ola bilər.